Hal-hazırda biz Məhəmməd sallallahu aleyhi və səlləmin daşlandığı şəhərdəyik, Taifdayıq. Bu şəhərin məscidindəyik. Allah bizləri də Məhəmməd sallallahu aleyhi və səlləmə qonşu etsin. Həyatımızda daş olacaqsa, Kəbə olsun. Qara olacaqsa, Kəbənin qara örtüsü olsun. Allah bizim ayağımızı bu mübarək torpaqlardan heç kəsməsin. Ümmüana, Allah sənə tezliklə hac nəsib eləsin. Sənlə birlikdə. Həmişə mübarək yerlərə gedəsən, Allahın razı qalacağı yerlərə gedəsən. Allah səndən qəbul eləsin. Bu əziyyətlərə qatıldın, bütün ibadətləri ən gözəl şəkildə yerinə yetirdin. Allah səndən qəbul eləsin. Allah sənin ürəyində nə arzu var, ona nail olasın. Allah Elmar balana da ayan eləsin. Sənin etdiyin bu ibadətləri. Çox sağ ol qızım. Amin Allah, canım Arzuna mənim. çox sağ ol. Tezliklə hacdan Allah səni haccına dəvət etsin. Güc qüvvət versin. İnşallah sənlə birlikdə. Ən gözəl şəkildə haccıva yerinə yetirəsən, canım mənim. Burada hiss eləyim, mən orada gedəcəm. Burada hiss elədim. İndi bax, burada hiss eləyim, gedəcəm sən. İnşallah mən də hiss edirəm ki, Arabayla gedəcəksən. sürərsən məni. Canım mənim. Allah sənə güc qüvvət versin, öz ayağınla gezəsən. Çox sağ olasın. Amin. Sənə də. Amin. Hələlik.